Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün mən də öz üsulumla şorqoğalı hazırlayacağım. 1 kiloqram unu bir dərin ləyənin içərisinə ələyib, üzərinə 1 çay qaşığı duz əlavə edib kənara qoyuram. 150 qram kərə yağı götürürəm və kərə yağı mütləq əridilməlidir. 1 çay qaşığı maya, 1 çay qaşığı şəkər tozu, 1 xörək qaşığı un, azacıq da su əlavə edib qarışdırıb mayanı kənara qoyuruq. 3 yumurta götürürəm. 3 yumurtanın 2 sarısını ayırıb kənara qoyuram ki, üzərinə vurmaq üçün bizə lazım olacaqdır. Qalan yumurtanı unun üzərinə tökürəm. Yarım stəkan da duru yağı əlavə edirəm. Kənarda əritdiyim 150 qram kərə yağının üzərinə yarım stəkan süd əlavə edib qarışdırıb, onu da unun üzərinə əlavə edirəm. Mayanı da əlavə edib qarışdırıb xəmir yoğururam. Azacıq da su əlavə edirəm. Suyu çox tökmək lazım deyil. Suyu az-az əlavə etmək lazımdır. Yəni xəmirimiz əgər qatı olarsa su əlavə edə bilərik. Yox, əgər durudursa, yəni su bəs edirsə artıq su əlavə etmək lazım deyil. Bütün ərzaqları qarışdırıb gözəl şəkildə yumuşaq bir xəmir əldə edirik. Xəmiri yoğurduqdan sonra üzərini əvvəlcə salafan klokuna, daha sonra isti bir süfrə ilə örtüb kənara qoyuruq ki, xəmirimiz gəlsin. Yarım saatdan sonra xəmirimizə baxırıq. Artıq xəmirimiz gəlib, çox gözəl şəkildə hazırdır. Xəmiri kündələrə ayırmaq lazımdır. Xəmiri eyni bərabər hissəyə, yəni 20 kündəyə bölüb, belə gözəl şəkildə kündələr hazırlayıram. Kündələrin üzərinə əvvəlcə salafan klokla, daha sonra isti süfrə ilə örtüb kənara qoyub 15-20 dəqiqə saxlayıram. Artıq kündələrimiz gəlib, biz kündələri yayıb, yəni şorqoğalının yuxalarını hazırlaya bilərik. Yuxalar cırılmamaq şərti ilə lap nazik şəkildə yayılmalıdır. Yuxanın nə qədər nazik şəkildə alındığını görürsünüz. İstər dördəyək olsun, istər iş stolu olsun, yəni onun üzərini belə yağladıqdan sonra yaydığımız yuxanı ora səririk. Açdığımız yuxanın, yəni xəmirin üzərini yağladıqdan sonra ikinci gündən də eyni qaydada yayıb həmin yuxanın üzərinə səririk. Biraz da əlimizlə dartışdırırıq. Yağ vurduqdan sonra, yəni cırmamaq şərti ilə dartıb enlədə bilərsiniz. Bizim 20 kündəmiz var. 20 kündənin hamısını, yəni yayıb üst-üstə yığmırıq. 10 kündəni hazırlayıb içini doldurduqdan sonra, kəsib içini doldurduqdan sonra ikinci 10 kündəni hazırlayırıq. Belə şiritlər şəklində kəsirik. Onu kim istəsə özü istəyən balaca şəkildə də kəsə bilər, istəyən böyük şəkildə də. Bu kəsmək özünüzün zövqünə görədir. Daha sonra belə rulet şəklində bükürük. Qalınlığını da yenə özünüz lap böyük, qalın şorqoğalı istəyirsinizsə çox bükə bilərsiniz. Biraz belə balaca yığcam şorqoğalı istəyirsinizsə biraz az rulet kimi bükə bilərsiniz. Şorqoğalın üz hissəsini, yəni qatlarının daha gözəl görünməsini istəyiriksə, mütləq qatları gözəl görünən hissəsini üst üzü kimi istifadə edirik. Hazırladığımız bu ruletlərin üzərini salafan klokla örtüb kənara qoyuruq və 10-15 dəqiqə bu şəkildə gözlədirik. İndi isə içliyi hazırlayırıq. İçliyi hazırlamaq üçün bizə cirə, zirə, duz, istiyot, sarı kök lazımdır. Cirəmiz üydülmüş haldadır. Zirəni də kofomoykada üydürəm. Odun üzərinə tava qoyuram. 2 stəkan unu ələkdən keçirirəm və onun rəngi dəyişənə qədər biraz qovururam.
Unu biraz qovurduqdan sonra üzərinə çəkdiyim zirəni və cirəni də əlavə edib qarışdırıram. Xatırladıram, 2 stəkan undur, 1 dolu xörək qaşığı zirə, 1 dolu xörək qaşığı cirə, 1 xörək qaşığı duz, 1 çay qaşığı da istiotdur. Azacıq da 3-4 xörək qaşığı da kərə yağı əlavə edib qarışdırıb odun üzərindən götürürəm. Artıq içliyimiz hazırdır. Sonda üzərinə 1 çay qaşığı da sarı kök əlavə edib qarışdırıram. Qoğalımızın içliyi hazır olduğu üçün artıq qoğalların içərisini, yəni bu ruletlərin, xəmirlərin içərisini doldururuq. Bu şəkildə qoyuram. Bayaq yenə dediyim kimi qatlar üst-üzə düşür. Görürsüz, burada içərisində oyuq açanda qatlar orada açılır, daha gözəl görünür. Hazırladığımız bu içlikdən 1 dolu xörək qaşığı, biraz da artıq, yəni içi dolana qədər xəmirin içini doldururuq. Şorqoğalın içərisini doldururuq və üzərini ehmalca belə bu şəkildə bastırırıq ki, daha gözəl görüntüsü, yəni qatlar üzərinə düşsün. Qoğalların, yəni xəmirlərin hamısını eyni şəkildə, yəni içərisində bu şəkildə oyuq açırıq. İçərisini dolana qədər doldururuq, bükürük. Və əlimizlə bu belə forma veririk ki, qatlar üzərinə düşsün, əyilməsin. Bütün xəmirləri eyni qaydada doldurub, yığırıq, üzərini salafan klokla örtürük. İndi isə listimizə yığırıq. Hamısını hazırladıqdan sonra listimiz tutan qədər listin içərisini doldururuq. Listin içərisinə də yağlı kağız sərirəm. Kənarda saxladığım 2 ədəd yumurta sarısının üzərinə 1 yumurta da qırıb əlavə edib çalıram və süzgəcdən keçirib daha sonra şorqoğalların üzərinə çəkirəm. Yumurtanı çəkdikdən sonra əvvəlcə çörək otu ilə, daha sonra da küncütlə bəzəyirəm. Siz istədiyiniz şəkildə bəzəyə bilərsiniz. Əvvəlcədən sobamızı isitmişik. İsitdiyimiz sobanın içərisinə qoyub 170 dərəcədə tam üzəri qızarana qədər şorqoğalların bişiririk. Artıq şorqoğallar hazırdır, sobadan çıxardırıq. Əgər videomu bəyəndinizsə, sonda əməyə hörmət olaraq bəyəni düyməsini basıb öz gözəl yorumlarınızı bildirməyi unutmayın.